Bugün hazırlaşıb nəhayət alışverişdən əvvəl San Sebastian'a gedirik. Görək necədir? Yine qar dayanıb. Mən vaxtı nədir? Neyse, səhərdən o qədər qəşəng qar yağırdı ki, o qədər güclü qar yağırdı ki, indi heç nə yoxmuş. Yəni mən bura gələndə yer okey qardır. Elə yağır ki, narın. Yəni qar ərimir falan. Amma ki, o möhtəşəm yağan qar ki var, hansı ki dayanmadan yağan qar. Onu görmürəm. Ümid edirəm ki, bir gün onu tutacağım, o qarı. Neyse. Gedəcəyimiz yerə hardasa çatmışıq. Kilsə mənə çox maraqlı gəlir. Əgər alınsa girmək istəyirəm içinə. Burada biraz şəhərin mərkəzi falan sayılır. Və budur, gedəcəyimiz yerə gəldik. Gəlmək istədiyimiz yer. Gələk, baxaq görək içəridə nə var. O çox ağırdı qapı. Yer baha göre buran San Sebastian necədir? Teşekkür ederim Aylin Hanım. Çok teşekkür ederiz. Bu iyiliğinizi asla unutmayacağız. Baha göre dadları necədir? Oo, şokoladımız da var. Özümü sunum edirəm də. Deyirəm video çəkə toparlaşmaram. Neyse, gedimi yiyeyim tadına bakın. Görün ne terdi. Normalde kisede video çekerek koyacağız değil mi? Ama ümit edirəm bir şey eləməyəcəklər. Çok sakin, sessiz yerdi bu arada. Neyse, çekebildiğim kadar çekeceğim. Buradan böyle gösterme en azından içerini. Bu ne kilisesi de tekleştirim. Ya Katolik olar da Pravoslav. Neyse. Çok garip bir aurası var. Burada Allah'a emanet. Şam yandırdı. Ona sevgimizi göstermek için. Şam'ı niye yandırdı? Yola öğrendi. Kiliseden çıxdıq dostlar. Təsəvvür ilk dəfədir, yəni Rusiyada olanda bir kilisəyə gəlirdim. Yəni burada da insan için qəribə bir huzur doldurur. Ama ben çok istəyərdim ki, yəni düşünün burada məscid var, amma sadəcə kişilər üçündür. Eğer orada getmək istədim, bildirdilər ki, sadəcə kişilər üçündür. Axı niyə bizim məscidlərdə belə şərait yaratmırlar? Qadınlar ayrı, kişilər ayrı. Niyə belə pis düşüncə ilə bunu eləyirlər? Pis düşüncə də deməyim, yəni isə dini xırdalığa girməyim. Amma insan bir huzur tapmaq istəyəndə ne bileyim, o bir de gözəl məscidlər var. Qadınlar atırlar çox vaxt ikinci mərtəbəyə, bapbalac yer. Mən 1-2-3 məsciddə olmuşam. Yəni qadınların yeri yəni o qədər bərbaddır ki, biabırçılıqdır da. Neyse, bunu biraz dilə gətirmək istedim. Ben dəfələrlə Bakıda da olanda, rayonumuzu demirəm. Neyse, mən Bakıda olanda bir neçə məscidə getmək istəmişəm, amma sanki yəni məscidə gedəndə qadın belə qəribə baxırlar. Yəni bəlkə də qəribə baxmırlar. O qədər daimi gedilməyib ki, yəni qadınlar məscidədə. Yəni kişilər ən azından hər cümə gedirlər bir çox kişi. Qadınlar o qədər getməyib ki, gedəndə ən azından başlarını çevirib baxırlar. Yəni baxanlar məni maraqlandırmır, yenə deyirəm, amma başa düşürsünüz də mən nə demək istəyirəm. O rahatlığı, o sərbəstliyi, insan huzur taparkən getmək istədiyi yeri, nə bilim, evdə də bəlkə onu bir səcdə səyir eləmək olar, amma bəzən insan həqiqətən fərqli bir yer istəyir getmək üçün. Belə yerlər çox yaxşıdır. Hər kəs qadınla kişilər oradaydı. Çox hörmət əlaməti olaraq çox çəkmədim içərisinə, indi çəkə bildiyim qədər elədim. Yəni heç kəsə pis baxmır. Niyə kaş bizim dində də elə bir şey olardı? Qadın və kişi birbirini pis görməzdi. Qadınlar görmür də kişilər biraz görür. Neyse. Yapacağız. Sifarişlərimiz gəlib. İndi işin qəribə tərəfi olur ki, sifariş verdiyiniz, daha doğrusu almaq istədiyiniz ət yedirmək yoxsa yox. Onu yox qoyacağım. Ama burada ne var? Böyle topu taşımalı ve böyle bir kart yerleri var. İçimizde burada.
Yəni kim istəyir burada? Fərq yoxdur. Birinci qapı, ikinci qapı, üçüncü qapı. Hardan istəyir girə bilir və kartını vura bilir və təbii ki, kart vurmaq da məcburiyyət deyil. Yoxlama olmadığı sürədə normal hər kəs vətəndaş, yəni kartını vurmaya da bilər. Yəni kim istəyir bəzən vurmur da. Bildiyim qədərilə. Azərbaycanda bu mümkündür, qəti yəni. Orada bir dənə sürücü var. Keçəndə istəyir ki, vurun keçin. Yoxsa sürüşün basın bu ayran. Amma bu şeylər maraqlıdır. Yəni ciddi, amma bəzən də görsən həqiqətən insan pul olmur və ya da soyulur falan. Əminə bilərsən yəni. Amma yenə də yaxşıdır məncə. Bütün giriş qapılarının yanında demək olar çoxunda var. Vurursan girsən, yəni bir dənə qapıya möhtac deyilsən. Permin məşhur yeməyidir bu, atışdırmalıqları. Şənişqa. Çörək üstünə nəsə katoşka kimi bir şey var. Niyə görə necədir? Başqa işte. Geçən qar yağır. Çox görünmür. Şənişqamızı aldı. Bu çörəkdir, üstünə bizim püreni vurublar. Amma fərqli tamı da var. Yeyilə biləndir, əlbəttə yeyilə biləndir. Baxdın. Bugün rayondakı belə bir meşələrə gəlmişik. Rayonda meşələrə gəlmişik. Hər tərəf qəşəng qardır. Burası maşınımız qara batdı. Neysə, soyuqdur. Amma çox qəşəngdir ətraf. Yəni kəşki yəni gözünüzlə görə biləydiniz. Böyük bir meşəliyə gəlmişik. Hava çox təmizdir. Ləzzət edir. Ciyərlər bayram edir haqqında çıxıda. Keşke gözümdən gördüyüm qədərilə videoda da elə göstərə bilsəydim. Hər tərəf meşəli idi. İndi biraz lap dərində meşəliyin içinə gedəcək. Düz meşənin içinə gəlirik. Bir dənə içinə girək. Maraqlıdır. O bayaqçı yer biraz açıqlıq idi, çox soyuq idi. Bura düz meşənin içidir. İndi yəni tam meşənin içinə girəcək. Ayıları bulurum bəlkə. Qalınlığını göstəreyim. Yəni dizə qədər batır adam. Ay! Neyse, burada biraz cığır var. Qəşəng. Allah, gözəl. Fərqli bir meşəliyin içinə gəlmişik. Balaca bir bulaq axır burada. İndi oranı göstərəcəm sizə. Bulaq buradan axır. Bütün ağaclar belədir. Buz kimi su, hətta o qədər axır ki, buz bağlayıb. Suya əlvi vurmağa ehtiyac yoxdur, donursun. Buralara da girsə, yəqin belə qədər qara batarıq. Что туда, до вагончика доедем? Я сейчас там корыто подцеплю. Добро. И прокачу. Маленький, да, там круто. Çox qəşəng bir yerə gəlmişik. Ev ki, çox çəkə bilmirəm. İndi buna verəcək. Evet. Yes, yaxşıyam. Və budur, hazırlaşırıq. Oturmuşuq. Üstümüzdə ya. Firma mı? Abiye koy. Aha sen. Çok güzel bir istikamət. İlk defa da karın içinde sürüne gedirəm. Bir şeye geldik. Hepsi karşımdakiler gösterebilmem dolublar. Ben de yaptırım ben size. Demək olar biz ayrılan vaxtın sonuna gəlmişik. Buradakı günlərimizi tamamlayırıq. Hətta demək olar son günümüzdür. Son gəzməyə gedişimizdir. Sabah inşallah ki Azərbaycan qayıdıram. Son dəfə hazırlaşdım. Dedim gözü qabağına keçim, çəkim. Kimə lazımdırsa. Belə evdə o qədər səs-küy var idi. Mən də hamama qaçdım. Neysə. Pisilə, yaxşısıyla çəkə bildiyim qədərilə, çəkə bilmədiyim qədərilə, üzümün səpçiləri ilə aldığım kilolarla gedirəm Azərbaycana. Amma bu üçün son dəfə yeyim üçün sonra gedərik. Gedə görə haralara gedəcəyik. Yenidən gəldik planetə. Nəyə görə? Bir yeri var ora. Girib əlləmək istəyirik. Neysə aşağı düşdük. Əlimizdə kağız üsküyümləri verdik. Gedə görə başımıza nə gəlir? Şimdi gidip buna binəcəyik. Şimdi buradan başlayacağıq. Ama hiç kimse bir şey yok.
Getdi 7 deyimizə. Qışqırdıq, bağırdıq, çəkərimiz olmadı. Amma maraqlıydı. Nəsə gəldim, indi bir dənə damıt yeyib. Bir keçən səfər kapuçino almışdım. İndi latte aldım. Çox qəşəng və möhtəşəm kofelər düzəldilər. Amma reklam eləmirəm. Planetdən çıxdıq, gedirik indi. Kamadeylan gölünün ətrafına, oradan da bəlkə restorana keçəcək. Son dəfə şəhəri gəzim. Baxaq görək nə var. Bu arada bir şey deyəcəm. Burada keçənlərdə ay demişdim, bir də günəşini batıb söz yox. Çox yaxın, yəni yaxın görünür, insana yaxın gəlir. Yəni Azərbaycanda bayağı bir uzaqdan görünür. Yəni bura gəldim, məsafə fərqini hiss edirsən. Bayağı bir gözdən görülən qədər məsafə var. Çox böyük görünür. Buradan şəhərin görüntüsü çox qəşəngdir, amma mənim gördüyüm qədər videoda qəşəng görünmür. Görəni, yeməyini taparlar. Mənzərəsi qəşəng olduğu qədər yeməklər qəşəng deyil. Çox təəssüf. Bəyənmədim. Mən bəyəndim. Ortamda yeməklər var. Azərbaycan çox bababı oluyor. Yes. Yeməklər zaten çok